Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Necəsiz? Efirdə mən Natiq Əlilov. Ümid edirəm ki, bu istirahət günün səmərəli keçirdə bilibsiniz. Mən də istirahət gününün ruhuna uyğun istədim bugün sizinlə biraz xoş bir mövzu hazırlayım, nə qədər çətin olsa da. Ən azı girişdə istəyirəm ki, sizi biraz məişət qayğılarından uzaqlaşdırım. Hamımızın sevimli şairəsi Leyla Əliyevanın şeirlərindən ikisini sizin diqqətinizə çatdırım. Mənim efirimi izləyənlər bilir, Leyla xanımın yaradıcılığı o baxımdan diqqətə layiqdir ki, bizə o Instagram videolarında, nə bilim, ailə fotolarında xoşbəxtlik şəkilləri, rəsmləri göstərir və Azərbaycanlıların çoxu da bunu düşünməyə haqq eləyirlər o baxımdan ki, bu ailə çalır, çapır, kefləri istəyən həyatı yaşayır, bu gün buradadılar, sabah oradadılar, Londondan vurub Bakıdan çıxıb, nə bilim, Çinə qədər gedirlər. Amma onun yaradıcılığı bizə tamam başqa mənzərəni göstərir. Ötən verilişlərimdə də demişdim. Leyla Əliyevanın yaradıcılığı qüssə qədər kədərlə doludur. Əlbəttə, poeziya üçün bu xarakterik haldır. Yəni, poeziyanın malı kədərdən yoğrulur. Heç kim kefindən belə deyək, şeir yazmır və yaxud da şeirlərində, əsərlərində necə həyatdan ləzzət aldığın qeyd eləmir. Amma məni təəccübləndirən odur ki, əgər Leyla Əliyeva indi sizə oxuduğum və yaxud da bu vaxta qədər oxuduğum şeirlərində səmimi duyğuların, həqiqi duyğuların ifadə eləyibsə, onun həyatını mən heç kimə arzulamazdım. Təkcə atası İlham Əliyev olduğuna görə yox. Yəni, bir insanın atasının İlham Əliyev olması onun bədbəxtçiliyin şərtləndirir. Bir zaman Əbülfəz Elçibəy Heydər Əliyev haqqında demişdi ki, talih ona çox mərhəmətlə davrandı. O baxımdan ki, Sovet dövründə kəsdiyi başları, pambıqla, nə bilim, güllə ilə kəsdiyi başları müstəqillik dövründə onun imkanı oldu ki, o günahların yusun. Yəni, ikinci dəfə hakimiyyətə gəldi və əlində şans var idi ki, o Sovet dövründə elədiyi pislikləri unutdursun. Amma Əliyev bu şansı istifadə eləmədi. İkinci dəfə hakimiyyəti dövrünün daha qəddar formada istifadə elədi. Azərbaycan xalqının qisas aldı açıqcasına. Yəni, dedi ki, mən nə qədər adamları vəzifəyə gətirmişdim, hakimiyyət vermişdim, amma onlar nadürüstlik etdilər, məni incitdilər. Vəzifədən çıxandan sonra məni saymadılar və ona görə də o vəzifə verdiyi adamların da belə deyək, acığın sadə cəmaatdan çıxdı. İndi Əbülfəz Elçibəyin o sözünə qüvvət, Talih bu Əliyev ailələrinə çox şans verdi. Yəni, ata Heydər Əliyevdən sonra İlham Əliyevə də şans verdi ki, bir neçə dəfə hakimiyyətdə olsun, atasının da öz günahlarını da yusun. Amma yuymadı. Günü-gündən bu rejim vəziyyəti daha çətinləşdirdi, insanların güzaranın ağırlaşdırdı, haqsızlıq, ədalətsizlik, özbaşınalıq, yoxsulluq Azərbaycan xalqının qisməti oldu. Və belə bir şəraitdə, belə bir mühitdə böyüyən Leyla Əliyeva biz onunla səmimi şəkildə həm söhbət olmadığımıza görə bilmirik ki, doğrudan da o bizim hiss elədiyimiz problemləri görür, duyur, onun acısını çəkir, yoxsa yox. Amma şeirlərində bu hiss olunur. Ya Əliyev belə göründü ki, öz ailəsini də öz pisliklərinə bulaşdırdı. Maddi sərvətlərə tutmasına baxmayaraq onun ailə üzvləri də o qədər xoşbəxt yaşamır ki, mənə bunu deməyə yeganə səbəb Leyla Əliyevanın dərc etdiyim külliyyatından şeirlərdir. İndi əziz tamaşaçılar, mən Leyla Əliyevanın qısa kommentari ilə 2 şeirini sizə təqdim edəcəm və ricam da ondan ibarətdir ki, kanala və şəxsən mənim özümə dəstək ifadə etmək istəyirsinizsə, bu yayımı bəyənin, paylaşın, abunə deyilsinizsə, buradakı bu düymə ilə abunə olun. Eləcə də bildiriş düyməsini açın ki, daha çox insana buradakı danışdığımız söhbətlər çatsın. Leyla Əliyevanın şeirlərindən sonra siyasətimizin cüllütü Zahid Orucun yeni 2 məqaləsindən sizə bir neçə kəlmə bildirəcəm. Sonra Azərbaycan polisinin çirkin bir
aludəçiliyi barəsində sizlə həm söhbət olacağam. Həmişəki kimi sizin də imkanınız var ki, şərh yerinə öz fikrinizi yazasınız. Efirdə gördüyüm WhatsApp nömrəsinə daha vacib etdiyiniz, daha səmərəli hesab etdiyiniz mövzularla bağlı mənə yaza bilərsiniz, mövzu təklif verə bilərsiniz. Eləcə də tənqidlərinizi, öz fikirlərinizi çatdıra bilərsiniz. Başlayırıq Leyla Əliyevanın birinci şeirindən. Şeir belə adlanır. Mənə dərman verin. Mənə dərman verin. Sinə gərim tufana. Bir dəqiqə Leyla xanımın videosunu gətirin, bərabər ifadə eləyək. Mənə dərman verin, sinə gəlim tufana. Eliksir içən kimi başlayım yaratmağa. Siz mənə dərman verin, həsədlə kini yenim. İnanmıram sizin həsəd və kininiz olsun Leyla xanım. Əliyev ailəsi üçün bu xarakterik haldır. Sizdə həsəd olsun, kin olsun. Amma yazıbsınız. Qüvvət gəlsin dizimə, eli obanı gəzim. Qoy dərman sipər çəksin, qəzəbə, tənələrə. Tanrı bir səbəb salsın, inanım Peyğəmbərə. Peyğəmbərə inanmaq üçün də dərman istəyir Leyla xanım. Olsun. Dərmanlar əlac etsin zöhkəmə, öskürəyə, səbəbsiz peyda olan qəm, kədərə, qüssəyə. Bir dərman verin mənə, yox olsun hilə, kələk. Hilə, kələyi yox eləmək üçün Leyla xanım, Pismo от Бога. biraz Azərbaycanda normal idarə etmə yaratsa, bu hilə hamısı sıradan çıxar. Üstəlik də ki, bizim kimi yetim yesirə dərmanla bağlı müraciət eləmək lazımdır. Dərman monopoliyası atanın Paşa Holdingin nəzarətindədir. Azərbaycanda pulsuz dərdi sizin hökumət verir, dərmanı da pulla atanın, ananın şirkətləri verir. Amma istəyir də bu xanım dərman istəyir. Görək başqa nələrə istəyir dərman. Bir dərman verin mənə, yox olsun hilə, kələk. Bir dərman verin mənə, hərarəti ram edək. Qışın qar çovğununda soyuğa qalib gələk. Soyuğa qalib gəlməyin yolun müasir elm, dünya tapı. Bu qızdırıcıdır. Qaz limitini aradan qaldırın, adamlar rahat şəkildə soyuğun, qışın öhdəsindən gəlsin də. Bunun dərmana nə ehtiyacı var ki? Dərman içək röyada, xeyir mələyi görək. Dərman verin, çox verin. Bu ailə azla qane olmur da, ancaq çox. Heç xəsislik etməyin. Dərmanlar bol olsun ki, mərəzləri ram edim. Sizdə bir dərman da var, yaxşılıq derlər ona. Ondan da verin mənə, paylayım insanlara, deyir Leyla xanım. Leyla xanım yaxşılığı da dərman kimi görür. O düşünür ki, dərmansız yaxşılıq eləmək olmur. Dərman şirkətləri, eşitdiniz də Leyla xanımın müraciətin, tez cavab verin ona. Leyla Əliyevanın digər şeiri Vaxtdır. Vaxt adlanır. Biz burada görəcəyik ki, onu vaxtı necə qiymətləndirir. Siyasət bəy burada yazıb ki, Leyla şeirlərini həmişə rusca yazır. Sən yəqin onu tərcümə edib danışırsan. Mən tərcümə eləmirəm. Mənim çox təəssüf ki, poetik tərcümə eləməyə qabiliyyətim yoxdur Siyasət bəy. Bunu Azərbaycanın şairləri tərcümə eləyib. Bu kitab şəklində çıxıb. Azərbaycanın kitabxanalarında Leyla Əliyevanın şeirləri də oldu. Siz də istəsiniz oradan götürə bilərsiniz. Bəli, tərcümə variantı mənim oxuduğum. Vaxt. Vaxt. Dayan, yalvarıram. Hara uçursan yenə? Yenə uçmağa gəldik. Sənə deyirəm sənə, al məni yedəyinə. Tələsirsən de hara? Bol dərdini mənimlə. Mən də ürək qızdırıb sirlər açaram sənə. Bu keçdiyin həyatda nələr var, nələr gəlmiş başına, heç kəsdən qorxun yoxdur, qalmışsan
öz başına. Əzib keçirsən həmən hər nə çıxsa qarşına, tələsirsən həmişə, tələsirsən de hara. Axı səndə nə var ki, dünyada oxşarı yox, rica edirəm anlat. Ruhun alov püskürür, qəlbin daim narahat, bəlkə də bu həyatda çox az şey bilirəm mən. Bəzən düşünürəm, Allah, nələr bilirəm. Baxırsan, hər şeyin var. Leyla xanım deyir, baxırsan, hər şeyin var. Görək nəyi yoxdur. Ruhumsa itib batır. Dörd yanım adam dolu, təklikdən qulaq batır. Bax bu, yenə deyirəm də, biz bu adamı tanımadığımıza görə, şəxsən tanımadığımıza görə, səmimi formada bilmirik bu həqiqi fikirləridir, yoxsa elə poeziya xatirinə yazıb. Yəni həqiqətən Leyla Əliyeva ətrafında bu qədər adamın çox olmasına baxmayaraq tənhalıqdan şikayətlənirsə, onun deməli mənəvi keyfiyyətləri barəsində yaxşı sözlər demək olur. Deməli o da görür ki, bu ətrafında hırıldayanlar, ona səzdə edənlər hamısı ikiyüzlülər, saxtakarlar, riyakarlardır və belə bir mühitdə əlbəttə ki, insan təklikdən həmişə əzab-əziyyət çəkir. Gözlərimi bir anlıq açmağını görürəm, ətrafa insanlara acıyıram, yanıram. Başa düşəndə ki, mən özüm də çarəsizəm. Leyla Əliyeva da çarəsizdir bu rejimdə. Qalmayır başqa çarəm, gözümü tez yumuram. İndi bizim kimi bəzi mübariz insanlardan fərqli olaraq bu adam atası ilə hələ mübarizə aparmaq fikirləşmir. Buna görə bu ətrafda baş verən negativləri, ikiyüzlükləri ani olaraq unutmaq üçün deyir gözümü yumuram. Qalmayır başqa çarəm, gözümü tez yumuram. Həyatı anladıqca bir-bir xırdalayıram. Teldən incə nə var ki, qırmağa güc tapmıram. O qədər deyir gücsüzəm ki, teli də qıra bilmirəm, yəni bir tükü də. Gülüş verib üzümə, nəzakət dumanımda ömrümü yaşayıram. Leyla Əliyeva da deyir ki, yalandan üzümə təbəssüm verib yaşayıram. Yaşamalı rejim deyir bu. Ey ulu vaxt, unutma bu anı, bu balkonu, o dənizi, gəmini, vaxt məni burada qoyma. Hara uçursansa uç, götür qanadlarına, uzağa apar məni. Mənfur rejim görün necə bir sistem yaradıb ki, bax bu cəhcəlal içərisində üzən gözəl xanım, Leyla xanım da atasının qaldığı rejimdə də, hökm sürdüyü rejimdə də saxtakarlığı, riyakarlığı etiraf edir. Belə bir mühitdə yaşamağın çətin olduğunu, əzab olduğunu deyir və gördüyünüz kimi dərman istəyir. Küləyə üst tutur, deyir ki, məni də götür, apar bu ellərdən, bu yurtlardan apar. İndi isə əziz tamaşaçılar, mən istəyirəm siyasətimizin cüllütü Zahid Orucun iki qeydi barəsində danışım. Bilirsiniz ki, bir qədər əvvəl bu Ramizin qəziyyəsi çıxanda bir çox sosial şəbəkələrdə, hətta hakimiyyət mediasında Zahid Orucun Ramiz Mehdiyevə ata deməsi tənqid olundu, o xatırlandı və Zahid Oruc da çıxdı çox bilmiş kimi efirə ki, mənim atam uşaqkən vəfat eləyib, Allah rəhmət eləsin, yaxşı adam olubsa. Amma mən Ramiz Mehdiyev haqqında ata ifadəsi işlətməmişəm. Prinsipcə düz deyir, amma formal düz deyir. O atadan da epitetli işarələr işlədib. Yəni bilirsiniz, bu mübahisə sənətinin çox-çox qədimdən qalan bir hiyləgərliyi var. Bunu sofistlər istifadə edir. Məsələn, mən və yaxud da biri sizlə mübahisə edən bir kitablıq həqiqət deyirik, faktlar deyirik, bir qalın. Tutaq ki, bir saat. Bir saatın içərisində tutaq ki, bir cümlə yanlış, səhv, doğru olmayan fikir deyirik, fikir işlədirik.
Qarşı tərəf, hiyləgər tərəf o bir kitab, bir ton həqiqətlər qoyur qırağa, yapışır o bir dənə səhvdən, deyir ki, bax bunu səhv dedin. Bu səhvdir, yalandır, böhtandır və onun üzərinə köklənir və hamıya da belə təlqin edir ki, bax bu adam yalan danışır, bu da bunun aydın yalanı, yəni qaradır. Onu cəmaata nümayiş elətdirir. Beləliklə belə təəssürat yaradır ki, o danışdığının hamısı yalandır. Bu mübahisə sənətində çoxdandan mövcud olan bir priyomdur, bir metoddur. Əsası da yoxdur. Zahid Oruz da həmin metoddan istifadə elədi. Güya ki, onun Ramiz haqqında dedikləri yalandır. O Ramizə ata deməyib, ona görə də onu Ramizçi saymaq olar. Bəli, mübaliğə formasında hesab eləmək olar filan kəsə ata deyib. Amma sən atadan da betər sözlər deyibsən, yəni tərifli. Mən indi ondan bir-ikisini oxuyacağam buradan, dəyərli tamaşaçılar. Sonra isə videomuzun başqa hissəsinə keçərik. Açığı Ramiz mövzusunda mən birinci yerə İlham Əliyevi qoymalıyam. Bu cüllütlərə də, bu siyasi qaloşlara da ona görə vaxt ayırıram ki, onların riyakarlığına bələd olaq. Necə bir insanlarla İlham Əliyev ölkəni idarə eləyir, ona şahid olaq. Zahid Oruc təsadüfi adam deyil o baxımdan ki, İlham Əliyev bunu hər seçkidə özünə alternativ seçir güya. O da prezident seçkisində namizəd olub, gəlib müxalifəti tənqid eləməklə məşğul olur. Dünyanın heç bir yerində belə bir gülməli vəziyyət yoxdur. Karikatura sistemi yoxdur ki, prezidentliyə namizəd gəlib o İlhamın yerini tutmaq əvəzinə müxalifəti tənqid edir. Bax, bu dərəcədə idbar, gülünc bir sistem yaradıb İlham Əliyev və onun da aktyorlarından biri Zahid Oruzdur. Zahid Oruz Ramiz Mehdiyevə ata deməyimsə lap yaxşı. Allah onun atasının o dünyasını versin. Amma başqa nə deyib? Başqa dediklərim, bu dedikləri neynəyəcəksən Zahid Oruz? Bax, yüzlərlə belə sənin çıxışın var. Yüzlərlə çap eləmişəm. Ata deməyib, amma siyasətin akademiki deyib Ramiz Mehdiyevə. Fikir verin. Zahid Oruz Ramiz Mehdiyevin şöhrət ordeni ilə təltif olunmasından sonra yeni müsavata zəng eləyib. Yeni müsavat dediyim kimi Ramiz Mehdiyevin masabəyisi olub. Yəni Ramiz Mehdiyevin şərəfinə qaldırılan badələr publikada, publisistikada yeni müsavatın açdığı süfrədə olub. Yəni, Rauf Arifoğlu tamadalıq eləyib və sözü bu dırnaqarası deputatlara, məmurlara verib. Elə sağlıqların birinin Ramiz Mehdiyevin şöhrət ordenini qeyd eləyərkən Zahid Oruz belə ifadə edir. Ramiz Mehdiyev zəngin tərcümeyi hala malikdir. O, fərqli formasiyalarda çalışmasına baxmayaraq, peşəkarlığına və özünü yarada bilmək xüsusiyyətlərinə görə mənsub olduğu nəslin nümayəndələrindən hər zaman köklü fərqlənib. Fikir verin, Ramiz Mehdiyevi müstəsna şəxs kimi qiymətləndirib. Həm də nəyə görə? Ki, o özünü yenidən yarada bilir. Özünü yenidən yaratmaq çox yaxşı bir anlayışdır. Və bu vicdansız rejim təkcə Zahid Oruc yox. Bütün mütərəqqi ideyaları Azərbaycana gətirib öz çirkin mahiyyətlərinə bulaşdırırlar. Ramiz Mehdiyev özünü necə yenidən yaradı? Belə onu zaman maşını ilə və yaxud belə özümüz qiyabi şəkildə 70-ci illərə, 80-ci illərə səyahət eləsək, bəzi ifadələr çıxsa görürük ki, həmin kommunist, bolşevik təfəkkürlü, özdə saxta bolşevik və kommunist təfəkkürlü Ramiz Mehdiyevdir ki, durub. Deyir ki, bu müstəsna şəxslərdəndir ki, öz nəsildaşlar arasında özünü yenidən yarada bilir. Ona görə də Sovetlər Birliyinin dağılması fonunda yaşadığı karyera itkiləri və şəxsinə yönələn zərbələri imperiyanın çöküşünün məntiqi nəticəsi sayaraq dünyəvi hadisələrin gedişini düzgün təhlil edə və sonraki dövrə hazırlaşmağı bacarmışdı. Ulu öndər Heydər Əliyevin Azərbaycanı hissə-hissə yığaraq müstəqil dövlətə çevrilməsi yolunda keçmiş nomenklatura təmsilçilərindən çox az adam yeni dövrün çağırışlarına belə cavab verə bilirdi. Əslində Zahid Orucun bu ifadəsində
Bu gün Ramiz Mehdiyev haqqında tənqidi sözlər deyən hakimiyyət təmsilçiləri var. Rusiyanın adamıdır, Putinin adamıdır ki, bunlar doğrudur. Amma Ramizi bu şəklə salan, bu ünvana gətirib çıxardan bunların ulu öndər olub. Zahid Oruz da deyir ki, keçmiş partokratiyadan, nomenklaturadan Heydər Əliyev sayəsində ortaya çıxarılan yeganə adamlardan oldu Ramiz Mehdiyev. Həqiqətən də Ramiz ortabab bir məmur idi Sovet zamanında. Onu Vəzirov işdən qovlamışdı, çıxdaş eləmişdi. Baxmayaraq ki, Vəzirov haqqında da çoxlu yaltaq fikirləri var idi. Onu da özünün o zamanki ulu öndəri sayırdı. Tamamilə çıxdaş olunub atılmışdı Elmlər Akademiyasının bir tərəfinə. Heydər Əliyev gətirib onu məhsəb sahibi elədi, mənsəb sahibi elədi, kreslo sahibi elədi və s. Ondan sonra Ramiz Mehdiyev belə monstra döndü. Yəni burada bir qəribə, sir, mistika, talih axtarmağa ehtiyac yoxdur. Heydər Əliyevin, İlham Əliyevin də kadr islahatlarında, kadr siyasətində başlıca prinsip, yanaşma budur ki, işlədiyi kadrlar öz ləyaqətinə hörmət etməyən, mütülük, yaltaqlıq, alçaqlıq, şərəfsizlik, bu kimi mənəvi keyfiyyətsizliyi ilə seçilənlər olsun. Ramiz Mehdiyev də o kriteriyalara cavab verirdi. Heydər Əliyev də onu gətirdi, oturdu məclisinin yuxarı başında. 20 neçə il prezident aparatının bu adam rəhbər olub, sənin, mənim vergilərim hesabına yüksək maaşlar alıb, səlahiyyət sahibi olub, villa sahibi olub, sonsuz sayda yazdırdığı kitablara yiyəli edib və əlinin də altında bax, Zahid Oruzları peşka kimi saxlayıb, indi onlar üzünə dönürlər. Yəni, ustadlarına kəm baxırlar. Davam edək. Ramiz Mehdiyev özünün soyuqqanlığı, rasionallığı, prinsipiallığı və yüksək təşkilatçılıq bacarığı ilə dünya siyasətinin patriarxı Heydər Əliyevin ən yaxın silahdaşına çevrildi. Ötən əsrin 90-cı illərindən sonraki hərbi toqquşmalar və dövlət çevirişlərinə cəhdlər zamanı ölkənin birinci şəxsinin apardığı misilsiz siyasi döyüşlər, xalqla birgə həyata keçirilən xilaskarlıq tədbirləri zamanı bütün düşmən qüvvələr həm də prezidentin siyasi komandasının zirehinə çırpılıb ifşaya uğramışdılar. O dövrün informasiya hücumlarına yenidən səthi nəzər sübut edir ki, əvvəlki hakimiyyətlərin uğursuzluqlarının səbəblərindən biri də aparat sisteminin zəif bəndə intriqa yuvasına çevrilməsi, eyni zamanda ictimai ruhu hiss edən elita formalaşdıra bilməməli olub. Bax, bu uzun cümlənin tərcüməsi bundan ibarətdir ki, bu siyasi cüllü Zahid Oruz deyir ki, Heydər Əliyevin uğuru ondan ibarət idi ki, o Ramiz Mehdiyev kimi kadr tapa bilmişdi. Ondan əvvəlki hakimiyyətlərin devrilməsində, yıxılmasında səbəb ondan o idi ki, onun, yəni o biri hakimiyyətlərin Ramiz Mehdiyev kimi bir zirehi olmayıb, ictimai rəyi bilsin, intriqadan uzaq aparat, yəni prezident aparatı qura bilsin. Təsəvvür edirsiniz, bugün tam əksi deyilir də. Deyirlər ki, Ramiz Mehdiyev intriqanın atası idi. Prezident aparatın intriqa yuvasına döndərmişdi. Hətta Elmlər Akademiyasının intriqa yuvasına döndərmişdi. Peşəkarlığı yox idi və s. İctimai rəydən gələn siqnalları tutub prezidenti ötürə bilmirdi. Ramiz Mehdiyev elmi fəlsəfi dünya görüşündən çıxış edərək hər zaman siyasi məkanı fundamental ideyalar və əsərlərlə zənginləşdirib, nəhəng siyasətçilik, idarəçilik sisteminə dərin məzmun və məna verməyə bacarmışdır. O dərin mənanı və məzmunu ki, Ramiz Mehdiyev yaradıb, öz əsərləri ilə zənginləşdirib. Onun məhsulu elə bax, İlham Əliyev olmalı idi, Zahid Oruz kimi gülməli cüllütlər olmalı idi, Elman Nəsrov kimi əyilib duranlar olmalı idi. Stat. Ona görə də dövrün mühüm siyasi iqtisadi qərarları, baş verən mürəkkəb dəyişikliklərin mahiyyəti haqda ən çox reaksiyalar və qızğın müzakirələr ölkə rəhbərindən sonra məhz Ramiz Mehdiyevin ətrafında cəryan edir.
o zərbələri üzərinə götürür. Böhranlı anlarda qərblilərə xas soyuqqanlıq və şərqli müdrikliyi nümayiş etdirir. Bütün bədgüman, təxmin və təhlilləri dərin təcrübi idrak dünyasından keçirərək onunla döyüşənləri ram edir və öz dəmir məntiqi ilə qalib gəlir. Bax, bu oldu, əziz dostlar, hörmətli tamaşaçılar, Zahid Orucun Ramiz Mehdiyev haqqında dediyi fikirlərdir. 75 yoxsa 80 illiyinə. Dediklərin təkrarlamağa ehtiyac bilmirəm. İstəsəz videonu geriyə yığıb yenidən oxuyarsınız. İstəsəniz məqaləni tapıb öz oxuyarsınız. Qısaca nə dedi? Dedi ki, Heydər Əliyevdən əvvəlki hakimiyyətlər ona görə az ömürlü olub ki, onların Ramiz Mehdiyev kimi kadrı yoxdur. Ramiz Mehdiyev bir ildırım ötürən, bir qoruyucu zireh kimi hakimiyyəti qoruyub, faktik olaraq ölkənin ikinci adamı olub. Və öz elmi əsərləri ilə, zəngin yaradıcılığı ilə Azərbaycan elm irsini də gücləndirib, qüvvətləndirib. Bunu Zahid Oruc deyir. Zahid Oruc tək deyil. Bax, məsələ nədən ibarətdir? Birincisi, Zahid Orucun və yaxud da Fazil Qəzənfəroğlu'nun digərlərinin nə deməsindən asılı olmayaraq, Ramiz Mehdiyevin intellektual bazası, yanaşması, dünya görüşü o tərifdə deyilən kimi deyil. O, Rusiyanın fikir adamlarının araşdırmaların kopyalayırdı, bəsit formada Azərbaycana tətbiq eləyirdi. Ümumilikdə isə onun yanaşması olduqca feodal, gerici bir yanaşma idi. Fəlsəfiyə də, elmə də heç bir dəxli yox idi. Uzaqbaşı onun yaradıcılığını psevdo-elm, psevdo-fəlsəfə adlandıra bilərdik. Amma Zahid Oruc nə o vaxtı və yaxud da Zahid Oruc burada ümumi obraz kimi götürülən dostlar. Zahid Oruc dedikdə mən bütün o hökumətin bandasında təmsil olunan, onun süfrəsindən qidalanan jurnalistlərdən tutmuş, QHT-çilərə, siyasətçilərə qədər deyirəm. Zahid onların bir ümumiləşmiş obrazdır. Onlar nə Ramiz vəzifədə olanda onu səmimi qəlbdən tərifləyirdilər. Nə də yıxılandan sonra onları səmimi qəlbdən pisləyirlər, lənətləyirlər. Burada yeganə meyar budur ki, hakimiyyətdən bəhrələnmək, hakimiyyətin tumarını qazanmaq, onun süfrəsinin qırıntılarını yemək. Bütün bu lənətləmələrin də hökumət cəbhəsində, tərifləmələrin də, məzğində bu banal, heyvani his durur. Onların nə məhəbbətləri, nə nifrətləri səmimiyyətdən, vicdanı tələbatdan irəli gəlmir. Bu həm də keçən verilişdə dediyim kimi, biz Azərbaycanlılara sabah üçün bir ümid işartısıdır. O baxımdan ki, bugün hakimiyyət əlində olan resurslar vasitəsilə bizdə belə bir təəssürat, yanlış təəssürat yaratmaq istəyir ki, hər tərəfdə, hər yanda hamı İlham Əliyevi sevir, dəstəkləyir, təriflər deyir. Elə bu təriflərdən, Ramizə verilən təriflər, sonra dalıca yağış kimi yağan lənətlərdən görürük ki, onlar hamısı içi boş sözlərdir, boğazdan yuxarı deyilən sözlərdir. Mən ölü, siz diri. Sabah İlham Əliyev hakimiyyətdən gedəndən sonra onun şəninə şeir qoşan, kitab yazan, nə bilim, trolluq eləyən adamlar ki var, onlar elə uca səslə, elə bəlağətlə İlham Əliyevi, onun atasını, nənəsini, babasını, nəvələrin, itin, qurdun pisləyəcəklər ki, dəhşətə gələcək, sükü ilahi. Bu adamlar hardan çıxdı? Və yaxud da həqiqi o müxalifətçilər ki tanıyırsınız, onların ritorikası içi-mən qarışıq, həmin o lənətləyənlərin yanında çox sönük görünəcək. Onlar çox odla, alovlu formada təriflərin danacaqlar. Saxta məhəbbətləri Nüsrət Kəsəməoğlu'nun şeirində, saxta sənətçək bir gün üzərlərində tutulacaqdır. Biz azadlığı həm də və ən əsas ona görə istəyirik ki, mən bunu bütün verilişlərdə deyirəm ki, azadlıq, azad seçki, nə bilim, ona səs ver, buna səs ver, bunu deputat et, onu deputat et, bu azadlığın bir hissəsidir. Azadlıq seçim azadlığı deməkdir, amma təkcə səs vermədə bülletinlə
kimisə seçməkdən getmir. Biz kimi sevdiyimizi, kimi nifrət etdiyimizi, kimi sevməməyimizi də azad olmalıyıq. Kiminsə diktəsi ilə bunu etməməliyik ki, hə, gedin filan kəsin sevin. Gedin filan kəsin şeirinə amin deyin. Və yaxud da gedin filan məhsulu alın, sevin. Və yaxud da gedin filan məhsulu boykot edin. Bu bizim azad iradəmizlə olmalıdır. Özümüz buna qərar verməliyik ki, Azərbaycanda bu yoxdur. Zahid Kazımı soruşur ki, Natiq bəy, bilirsən hansı dərman istəyir? Leyla xanımı deyirsənsə, Zahid bəy, o öz izah eləyib, hansı dərmanlar lazım idi və nəyə görə, hansı, nə üçün lazım idi, onu deyib, videonu geri yığıb, oradan izləyə bilərsiniz. İstəyirəm, əziz dostlar, aldığım bir informasiya ətrafında bəzi fikirlərimi də sizinlə bölüşdüm. Dünən deməli xəbər tutdum ki, Azərbaycanda polis oğru dünyasına xüsusi məhəbbət bəsləyən və yaxud da onları təbliğ eləyən və yaxud da onlardan paylaşım eləyən adamların canına daraşıb. Xüsusən bilirsiniz də bu gənclər arasında belə bir meyl, təmayül yaranıb ki, gənclər oğru dünyasının müxtəlif vorzokonlar deyək, avtoritetlər deyək, onların bu barədə biz çox danışmışıq, danışa bilərik. Əslində Azərbaycanda mən bilmirəm bu oğru dünyasının qanunları nə dərəcədə qalıb qalmayıb. Məndə olan məlumata görə heç həbsxanalarda da artıq o qanunlar keçmir. O kitablarda və yaxud da söhbətlərdə deyilən idealizm artıq yoxdur. O sahədə də eroziya hökm sürüb. Amma istənilən halda hətta əvvəlki kimi oğru qanunları, oğru dünyası mövcud olsa belə, biz 21-ci əsrdə yaşayırıq. Cəmiyyətin, dövlətin, insanın tərəqqisi üçün o ideyalar, o yol məqbul yol deyil. Hətta siz o həyatı həqiqətən də yaşayan insanlarla həm söhbət olsunuz ki, mən özüm də həbsxanada olanda bəziləri ilə həm söhbət olmuşam və peşmançılıq içərisindədirlər. Çünki heç kim həbsxana istəməz. Həbsxana insanın çarəsi kəsiləndə, problemlərin həll eləməyəndə və yaxud da yaxşı düşünmək imkanları olmayanda çarəsizlikdən sivil yollar tükənəndə adamlar gedir, yollarını oradan salır və oranı təriflənəcək bir cəhəti yoxdur. İstər yaşamaq baxımından, inkişaf elətdirmək baxımından, yaxınlarla təmas baxımından həbsxanadır da, bunun adı üstündədir. Buna baxmayaraq son illərdə heç də təəccüb doğurmur, xüsusən Əliyevlər rejimi zamanında ki, bu həbsxana həyatı, bu oğru dünyası niyə görə Azərbaycanda bu qədər populyarlaşır? Bunun köklü səbəblərindən biri odur ki, cəmiyyət ədalət axtarışındadır. Cəmiyyət, tutaq ki, kitab oxumasa da, qəzet oxumasa da, nə bilim, siyasi təhlillərə varmasa da bilir ki, görür, hiss eləyir öz həyatında ki, qanunu, ədaləti yaradan şəxslər Azərbaycanda hakimlər, polislər, prokurorlar, məhkəmələr, prezidenti, deputatları quldurluqla məşğuldur, oğurluqla məşğuldur. Ədaləti yerinə qoymurlar, haqlı, haqsız bilmirlər. Yəni o şeyləri ki, ədaləti yer edəcəkdi, onlar özləri çürüyüb, məhv olub. Cəmiyyəti tormozlayır, istər şəxsi həyatımızda, istər ictimai həyatımızda, istər siyasi həyatımızda. Belə olanda insanlar alternativ axtarışındadır və insanların hamısından gözləmək olmaz ki, sən akademik təfəkkürə, yüksək təfəkkürə malik ol, başqa alternativlər var. Və o dünyanın, o qaranlıq, həyatın qaranlıq tərəfinin və yaxud da həbsxana tərəfinin qəhrəmanları cəmiyyətin gözündə yüksəlir. Onlar vasitəsilə əhali, belə deyək də, özləri üçün miflər yaradır, xəyallar yaradır və biraz da ora romantika qatılır, mahnılar, rəsmlər, filanlar, biraz da yeniyetmələrdə özün belə maço kimi göstərmək istəyi bu mövzunu populyarlaşdırıb. Narahat olunması mövzudur əlbəttə. Amma indi baxaq görək Azərbaycan hakimiyyəti bu mövzunun öhdəsindən necə gəlir və yaxud da hansı tərəfdən bunu problem görür. Aldığım məlumata görə artıq polis yeni bir rüşvət mövzusu kimi bu mövzunu seçib. Yəni, indi gənclər, yeniyetmələr TikTokda mı, Facebookda mı, Instagramda mı o videoları götürüb paylaşır. Heç çoxu, belə deyək də, mod baxımından onu paylaşır. O həyata onun aşağıdan, yuxarıdan dəxli yoxdur. Götürüb paylaşır
dərhal polisin sukaları, çuğulları bundan xəbər tutur və yaxud da polisin öz əməkdaşları var TikTokda da, WhatsAppda, Instagramda da. Çağırırlar vətəndaşlar polis idarəsinə, çağırırlar yox, aparırlar cinayətkar kimi və diqqət, 2000-dən 5000-ə qədər adamlardan pul alırlar. Dəhşət bir şey. Təkcə hansısa Vorzakonun şəklini paylaşdığına görə, hansısa bir avtoritetin qəbrüstü abidəsi ilə şəkil paylaşdığına görə, onu ziyarət etdiyinə görə adamları 2-5 min cərimə eləyirlər. Mən buradan müraciət eləyirəm vilayət Eyvazova. Bir abrınız, həyanız, vicdanınız olsun. Bu əhalini talamaq üçün, bunları qorxutmaq üçün sizin əlinizdə, imkanınızda başqa bir şey yoxdur. Nə hesab edirsiniz ki, bu əhali bankı üstündə oturub, yoxsa İlham Əliyevin büdcəsi ilə sadə cəmaatın büdcəsini siz saf salıbsınız? Burada əgər inzibati pozuntu varsa, ki mən inzibati pozuntu olduğunu görmürəm, fikir azadlığıdır, adamlar paylaşa da bilərlər, yaza da bilərlər. Hə, hansısa bir oğurluğa çağırış eləsələr, quldurluğa, talana çağırış eləsələr, çağırıb bu adamla söhbət eləmək olar, profilaktik tədbir aparmaq olar. Onu eləyirmi polisləriz? Yox. Sizin marağınız sadəcə puldur və insanların gözün vəhşicəsinə qorxutmaqdır. Qanuna hörmətdən söhbət getmir. Siz özünüzü qoyubsuz cəngəllik vəhşisi yerinə və istəyirsiniz ki, insanlar meşədə, nə bilim, səhrada vəhşidən qorxan kimi qanundan və yaxud da sizdən qorxsun. Belə cəmiyyət idarə etmək olar. Yenə təkrar edirəm. Bu qətiyyən indi bilirsiniz ki, Azərbaycan hakimiyyətinin bir çox tural qrupları var. Bu qruplardan da ən böyük Daxili İşlər Nazirliyinin nəzarətindədir. İndi yazmağa çalışacaqlar ki, çox gözəl, nə bilim, zərərli meyllərin qarşısını alırlar. Belə zərərli meyllərin qarşısı alınmır. Bu ən böyük zərərli meyllərə istiqamət yaradır. Hüququn necə rüşvətə batdığını, çirkə batdığını göstərir ki, polis, hə, sən Vorzakondan nəsə paylaşıbsan, nə bilim, həbsxana hansısa şəklin paylaşıbsan, gəl 2000, 3000, 5000 bizə pul ver. Bu birincisi dilənçilikdir. Bu polis paltarı altında ən ləyaqətsiz hərəkətlə məşğul olmaqdır. İkinci bir tərəfdən o oğru dünyasının nüfuzuna xidmət edən məsələlərdir. Praktik olaraq Azərbaycanlılar görür ki, polislə oğru dünyası arasında həqiqətən təkcə nəzəriyyədə yox, gözlə görüləsi, dərinizlə hiss ediləsi bir fərq var. Ki, sənin təkcə kürsün olduğuna görə, pagonun olduğuna görə adamları çağırıb 3000, 5000 onlardan rüşvət alırsan, adını da qoyursan ki, cəmiyyəti sağlamlaşdırırsan. Hər hansı bir, tutaq ki, yetkin olmayan, düşüncəyə zəif olan bir Azərbaycanlı balasının hansısa oğru dünyasından bir mahnını, şəkilli paylaşması ilə cəmiyyət o qədər böyük zərər görməz. Cəmiyyətin belin sındıran, sütunların dağdan, onun hüquq mühafizə sistemində çalışan adamların planlı şəkildə, proqramlaşmış şəkildə korrupsiya ilə məşğul olmasıdır. İnsanlardan rüşvət almasıdır. Budur cəmiyyəti sıradan çıxardan. Cəmiyyətimizdə, Azərbaycanda oğru qanunların, nə bilim, o bandit ideyaların aradan qaldırmaq üçün dövlət aparatı özü nümunə göstərməlidir. Dövlətin başında oturanlar quldurluqla, qaçaqmalçılıqla, nə bilim, rüşvətxorluqla, oğurluqla, korrupsiya ilə məşğuldursa, əlbəttə ki, bu ideya populyar olmalıdır. Siz deyirsiniz ki, vəzifəli oğurları İlham başda olmaqla nümunə kimi cəmiyyətə sırayasınız. Cəmiyyət bunu yemir. Cəmiyyət deyir ki, elə öz qonşumdan, rayonumdan, küçəmdən çıxan oğru ki, o mən heç bir oğurluğu təqdir eləmirəm. Oğurluq oğurluqdur. Amma o sıravi oğurlar ki var, onların heç olmaya bir mərdliyi, cəsarəti, həyatlarını riskə atmaq kimi bir addımları olur da, ən azı o qiymətləndirilməlidir ki, oğru oğurluğa gedəndə bir risk eləyir, bir cəsarət göstərir ki, tutulsan belə olacaq, nə bilim, evin yiyəsi çıxanda, malın yiyəsi çıxanda məni döyə bilər, söyə bilər. Amma bunlar neyinir? Deputatlar oturublar rahat bir kürsüdə, isti yerdə büdcəni heç bir risksiz, cəsarət göstərmədən, heç bir
xüsusi qayğı keçirmədən çalıb çapıyırlar. İlham da, nazirləri də, vitse-prezidentləri də hamısı. Həm uğurlayırlar, həm də özlərini mükafatlandırırlar. Həm də özlərini bizə yaxşı oğlan kimi təqdim edirlər ki, biz cəmaatın qayğısına qaldıq. Belə bir dövlət aparatı olan yerdə, belə bir dövlət idarə etməsi olan yerdə uğru dünyası da təbdil olacaq. Ən zərərli sistemə qarşı ideyalarda cəmiyyətin hörmətin qazanacaq ideyalara çevriləcək. Yəni problemin bilmirəm, Vilayət Eyvazov ona görə müraciət elədim ki, əgər həqiqətən onun belə bir məqsədi varsa, belə bir tapşırıq ona verilibsə, onun yolu xalqdan rüşvət almaqdan keçmir. Siz bilmirsiniz ki, əhali nə vəziyyətdədir. Bilmirsiniz ki, cəmaat o pisdən yaxşıdan elə qoruduğumuz o qohumcanlıq, dostcanlığın hesabına ayaqda qalır. Bu ondan borc alır, o bundan borc alır, sağ olsun o xırda sahibkarlar insanlara illərlə borc paylayırlar, onun hesabına adamlar ayağa qalır. Belə bir şəraitdə adamları bir bəhanə tapıb soymağın nə mənası var? Amma bir tərəfdən mən bu addımı həm də ona görə də dəstəkləyirəm ki, bəlkə biz ayılda bilmədik bu danışan siyasətçilər, blogerlər, ictimai siyasi xadimlər, bəlkə Azərbaycan polisi bu cür heyvərəliyi ilə, bu cür talançılığı ilə Azərbaycan gənclərini oyatdı. Başa saldı ki, onlar siz siyasətə qarışmasanız da, telefonunuzda oturub giz-giz videolarla qurdalansanız da, polis sizi incidəcək, tutacaq, həyatınızı məhv eləyəcək, atanızı, ananızı yük eləyəcək. Bax, onda siz bu ayılan, dirçələn, başını ucaldan gənclərlə haqq hesab çəkməli olacaqsınız. Vilayət Eyvazov, İlham Əliyev. Onda görəcəksiniz ki, xalqı sıxmağın, incitməyin, onunla rəhimsiz davranmağın axırı nə olur? Siyasət və yazıcı oğru aləminə bağlı çıxış çox doğru etdin. Gənclərimizdə oğru aləminə simpatiya məhz dediyin səbəbdən qaynaqlanır. Bu səbəbi yəni mənim ixtiram deyil ki, bu sosioloqların, cəmiyyətşünasların izah elədiyi bir söhbətdir də. Yəni gəncliyin bir vaxtı var ki, o ekstrem ideyalara meyl sala bilir. Azərbaycanda da nə var ki, gənclərin əylənməsi üçün, özünün inkişafı üçün imkanlar çox məhduddur. Bu da bir yüngül, maraqlı bir mövzudur. Gənclər ona meyl salır. O meylin qarşısını rüşvətlə almaq olmaz ki. Dostlar, çox sağ olun, minnətdaram diqqətiniz üçün. Verilişi bəyəndinizsə paylaşmağı və kanala abunə olmağı unutmayın. Növbəti proqramda görüşmək ümidi ilə sizlə sağollaşıram. Sağlıqla qalın.